Aktyor Nicat Rəhimovun ad günüdür. Aktyor 40 yaşı münasibəti ilə paylaşım edib. O, süni intellektlə fotolarını hazırlayıb, izləyiciləri ilə bölüşərək bunları yazıb. Pasport deyir 40, mən deyirəm ən azı 25 üstəgələk təcrübə. Gülmək mənim peşəm, güldürmək missiyam. Mənimlə birgə gülən hər kəsə təşəkkürlər. Siz bu hekayəni daha çox gözəl edirsiniz. Davam edirik, qarşıda daha çox gülüş var. Həyat yoldaşı Ülviyə Rəhimova da onunla bağlı paylaşım edib. Sən çox saf qəlbli və gözəl ruhlu insansan. Sənin xeyirxahlığın və dürüstlüyün hər hərəkətində hiss olunur. Sən həmişə qayğı göstərməyi, dəstək olmağı və ən lazım olan anda insanın yanında olmağı bacarırsan. Möhtəşəm oğul, etibarlı qardaş, gözəl dayı, sevən həyat yoldaşı, qayğıkeş ata və hörmətli kürəkənsən. Səndə güc və səmiyyət birləşib, buna görə hamı səni çox istəyir və hörmət edir. Başqasının uğruna sənin qədər səmimi qəlbdən sevilən ikinci insan tanımıram. İnsanların qəlbinə toxunan, onlara sevinç və ilham verən istedadlı aktyorsan. Amma mənim üçün sən sadəcə sevilən bir sənətkar deyilsən. Əzizlərinin dayağı və qürurusan. Allah hər zaman sənə yar və dayaq olsun. Səninlə fəxr edirəm və ailəmiz üçün etdiyin hər şeyə görə minnətdaram. Qarşıda səni yalnız işıqlı günlər, möhkəm can sağlığı, uğur, yeni parlaq rollar və bütün arzularının gerçəkləşməsi gözləsin. Allah səni qorusun. Yubileyin mübarək. Qoy sənin qəlbin həmişə bu qədər təmiz və mehriban qalsın. Allah ürəyinə görə versin. Bu sənə yetər deyə o həyat yoldaşı ilə bağlı paylaşımda qeyd edib. Təkrarsız insanlar var həyatda. Birinci ata-anadır, sonra qardaş-bacı. Bunların təkrarı olmayacaq. Mən bunu həmişə deyirəm. Son günlər Elçin Hüseynovun valideynləri və doğmaları haqqında səmimi sözləri sosial şəbəkələrdə böyük maraq doğurub. Qısa zamanda trendə çevrilən bu görüntülər izləyicilərin qəlbinə toxunub, minlərlə bəyənmə və xoş rəylərlə qarşılanıb. Bəzən ən sadə, amma ən içdən deyilən sözlər ən çox yadda qalan olur.